Bizim süfrə, o dad məhsulları və Bello yuyucu vasitələrinin sponsorluğu ilə ləzzət ovçusu başlayır. Artıq biz səlyandayıq. Balığı almaq üçün necə yoxlamaq lazımdır? Səlyan nabatının Hazırlanma qaydasını deyiləcək. Oo, bəh. Biz mətbəğimizdəyik. Orreka! Artıq biz səlyandayıq. Bugün səlyanda hansı ləzzətlər olacaq? Artıq Bəhruz qardaşımla biləcəyik. Siz ləzzət ovçu verilişinə bizim süfrə sosları, o dad makaronlar və Bello yuyucu vasitələrinin sponsor ilə baxırsınız. ümumiyyətlə bu verilişlə biraz eksprompt çəkiliş kimi belə alındı. Səlyan bölgəsində biz gələn verilişdə Neftçalada olduq. Bu arada sizin bölgə, burada deyək. Neftçala Səlyan bölgəsi olduğuna görə müvarizən biz eyni verilişdə bu səyahətə birlikdə çıxmışıq. Mənə elə gəlir ki, hər şey normaldır. Bizim mətbəximizin 50%-ın balıq yeməkləri təşkil edir. Bu mətbəxdə, Səlyanda da, Neftçalada da, bölgə mətbəxlərində nə yemək hazırlanacaqsa, nə yeməklər bizə təqdim edəcəklərsə, mən istəyirəm ki, adını deməyək, qoy izləyicilər bizi izləsin. Gəlin izləyək demişkən, Bəhruz, hansı ləzzətlər olacaq, baxın, sizə də maraqlı olacaq. Balığı almaq üçün necə yoxlamaq lazımdır? Əvvəla əlimizi vururuq bu bədəninə. Görürük ki, Geri qayıtmırsa. barmağımız həqiqətən görürsən, vurduq qayıtı dala, bəkdir, demək təzədir. Ümumiyyətlə bazara girəndə balıq hiss edirsən ki, balıq bazarına girmirsən. Nə üçün? Həqiqətən də o balığın qardaş deyən kimi balığın iyi adamı vurur, bilirsən ki, sən balıq bazarına girmirsən. Balığı bizə qardaş, bax səlyanın xüsusi, yəni ümumiyyətlə səlyanın bir şirin ləzzəsi də vardı. Bəhruzu tanıdılar, bizə xüsusi qiymət yendirdilər. 10 manata verdilər, eləmi? Neçə kiloluqdur? Əslində baxanda 15 manatlı balıq. Eləmi? Amma Bizə 10 manata jest elədi. Hal-hazırda biz Səlyan şəhərindəyik. İmam müəllimlə tanış olduq, ağsaqqalımız sayılır. Buyur, söz sizindir və artıq sizin işlə də tanış olacaq. Bizim yurdumuza, Səlyan torpağına və həmişə də bu rayon sizin üzünüzə açıqdır. Bizim rəsmi qalereyasında Azərbaycan rəssamlarının və rayonumuzda istedadlı rəssamların əl işlərinə ibarət çoxlu rəsmlər var. Buyurun, Tanış olaq. Mən ümumiyyətlə tamaşaçılara məlumat vermək istəyirəm ki, yəni birbaşa gidiş eləcək, hamı bilməyəcək ki, bu haraydı, bunlar hara getdilər, nə çəkdilər görəcək. Amma Səlyandayıq yenə də. Ümumiyyətlə, bu da hal-hazırda Sirdə bizdə nabat satışı var, nabat qoymuş satışı var. Hamı fikirləşir ki, görürsən bu nabatın satışının kökü hardan gəlir. İmam müəllim deyir, bizdə burada bir xanım var, Tövbə xanım, yəni ki, demək, bugünə qədər, indiyə qədər görənsək olaraq Səlyan nabatının o texnologiyasını hazırlamasının ənənəvi olaraq bu da hal-hazırda Tövbə xanım davam edir. Mən tanış elədik, böyük məmnuniyyətlə, həqiqətən o qədər o səmimi bizi qəbul elədi ki, və biz burada Bizdə şad olmuş. bir də işçilərdən birini gətirdi və burada ənənəvi olaraq bizə göstərdi, heç bir sekret olmadan, sir saxlamadan göstərdi və bunun üçün biz Sirdə, Bakıda nabat hazırlayırıq, həmin nabat Səlyan nabatı və Tövbə xanımın verdiyi təriflər. Eyni, əlbəttə. Bugün Bəhruz bəy deyir ki, onun hazırlanma qaydasının hamısı deyiləcək. Bugün mən sizin üçün nobat hazırlayıram. İskən yarım su, 2 kiloqram pəsox, 2
2 qaşıq da elə bir hazır olmuş iksus bir balon suda. Demək iksusla qarışdırılmış bir balon suda bir dənə iksusu həll edirik, hazır edirik. Bundan 1 kiloya demək 2 qaşıq hazır vəziyyətdəsindən demək tökülür buna. Bu hazırdır bu qazan. İndi bunu qoyuruq bişməyə. Buna qaşıq vururuq, görürük ki, bal şəklindədir. Həm də əlvə vurursan, nabat əlində sınır. İndi o ki, qurudur, onu xəmir kimi elə bir götürəcəm, qoyacam burada, mən onu çəkəcəm. Tavalar yağlanıb. Hə, tavalar yağlanıb, hazır vəziyyətdə. Nə yağı? Simişkə yağı. Simişkə yağı. Hə, hə. Qarğıdan da olar, simişkə də olar. Yapışmasın. Yapışmasın. Tavada çuğun olmalıdır bildiyim qədər. Belə də bu tökmə tava deyirik biz bunlara. İndi bilmirəm siz nə deyirsiniz. Hə, bax beləcə. Ki var müəllim, bu bizə nətərdir? Bunun iksusu az olanda o saat çürüyür, xəmirə dönür qalır, çəkmək olmaz. Məsələn, bunu elə bir biraz tez götürdün, çəkmək olmaz. Görürsən çürüyəcək. Bir kilo şəkər tozundan nə qədər əldə olur? Elə eyni çıxır. Kilodan kilo çıxır. Hə. Belə kilodan çox. Yox, kilo olur. Tövfə xala, sənə çox təşəkkür edirəm. Yəni, çoxların arzu etdiyi bir sirri bizlə paylaşdınız. Bəlkə də Bəhruzə desəydi, bu sirri bizə deyəcək deyildi. Və biz də sponsorlarımızdan sizə hədiyyələrimiz var. Salatlarınızın yanında və o dad ki, axtardığınız daddır, makaron növləridir. Bunu da verirəm, büyücü vasitələrdən verirəm. Əslində, mən götürüm sizə yük olmasını, hara deyirsiniz, ora qoyaram. Və çox şadam. Əvvəli Xəzər televiziyasına, sonra onun əməkdaşlarına, belə mənim əməyimə qiymət verib, gəlib mənə dəyərləndirən oğlanlara çox minnətdarlığımı bildirirəm. Artıq biz restoranda bayaq görüşdük də Bəhruz bəy bizi xüsusi yerə gətirdi. Əslində bu bizim Bəhruz bəylə artıq bütün restoranlarda bax belə ləzzətləri ovlayacaq. Amma Bəhruz dedi menüyə baxaq. Qiymətlərə diqqət edin. 1 manat bax bu gördüyünüz bu göyərti. 2 manat pandur, xiyar. Mən ümumiyyətlə bayaq biz bazara gedəndə, orada mən göyərti alanda soruşuram ki, göyərti neçə deyir ki, 20 dəstəsi 1 manat. 20 dəstəsi. Təsəvvürə gətir. Ona görə mən çox bəli onun 1 manat vermələri doğrudan da çox yaxşı. Yaxşı. Bəhruz bəy, Azərbaycanda bir çox yerlər var ki, və ora getmişik, adam deyir ki, salat, yəni soyuq atışdırmalıq götürməsən, isti gəlməyəcək. Nabranda bir dəfə də olmuşam, çay istəmişəm, çay dəstgahı gəlib. Demişəm, mən yalnız çay içirəm. Deyib ki, müdiriyyətin tapşırığıdır. Biz mürəbbəsiz, snikersiz və ya salatsız yemək vermirik. Mən də demişəm ki, mən sizin müdiriyyətin uşağı deyiləm, bu mənim zövqümdür, yemirəm, istəmirəm. Sizin fikriniz nədir? Demək, Mübariz bəy, mən bugünkü gün istənilən bir sahəyə bir nəzarət var da, bir qurum var ki, nəzarət məsələsi. Bəli. Bizdə məsələn bu turizm, restoran sektoruna nəzarət Turizm Nazirliyi tərəfdəndir. İstehlakçılar hüququnun qorunması var və iqtisadi inkişaf Mənə gəlir ki, problemi qaldırmaq lazımdır. Həqiqətən çox böyük problemdir bu. Qaldıraq. Bəhruz bəy, nə gəlir?
Bu bizdə bu da balıq sırdağıdır. Açaq Balıq baxaq. sırdağı. Açaq baxaq. Mən sizə kamera bunu yaxından götürsün. Oo, bəh. Siz başlayasınız. Sən bir dənə də bundan sonra Naxçıvan mətbəxindən danışsan, orada da. Naxçıvan mətbəxinə bir dəfə gedəcəyik yəni. Çox xoşuma gəldi. Bəhruz bəy, ilk siz başlayın çünki fəndi feili sizdən olsun. Hal-hazırda nar, soğan, yağda gözəl qızardılıb. Burada pomidor var. İçində nədir bu? Sarımsaq. Sarımsaqlı pomidor, balıq sırdağıdır. Ümumiyyətlə balığı pişirəndə balığı ortadan bölürlər. Başı da iki yerə bölünür. Mən indi başın bir hissəsini özüm götürmüşəm, bir hissəsini sən müştərim. Yaxşı. Pomidorundan da götürürəm. Aha. Bəhruz bəy, sizdən xahiş edeyim. Buyur. Zəhmət olmasa mən Naxçıvan qovurmasının reseptini deyərdim, amma bu balıq sırdağı olduğu üçün reseptini siz deyəcəksiniz. Buyurun. Mən balıq reseptini deyirəm. Burada bizdən restoran heyətlə baxır, izləyir. Mən istəyirəm ki, düzgün yanaşma eləyək və bir halda ki, bir mütəxəssis olaraq biz burada iştirak edirik. Dünya kulinariyasında belə bir şey var. Toxumda hansı kənd təsərrüfatı məhsulunun fərqi yoxdur. Onu mədə həzm yeyəndə qida kimi qəbul edirsənsə, mədə həzm eləmirsə, onu qidaya əlavə eləmək olmaz. Yəni sizlə Elədir, o elədir, bəli. Demək, mümkün aydın məsələdir. Demək, bölgələrdə professional mətbəx bir qədər professional yanaşma olmadığına görə, məsəl üçün, və görənəklər müəyyən bir adət-ənənə var. Deyək ki, məsələn, bazen Səlyan hizmət gəlmişik, Səlyan mətbəxində bunu yedik. Məsələn, burada necə oldu? Məsələn, narı gilələyirlər və elə də əlavə eləyirlər, məsəl üçün. Demək, burada təkmilləşmədə belədir ki, məsələn, istənilən sadə təkmilləşmə var da, məsəl üçün. Deyək ki, məsələn, mən bunu necə eləyərdim? Mən bunu belə eləyərdim. Demək, tam, demək, balıq qızardı. Bişdikdən sonra mən üstünə əlavə edirəm. İcazə olar. Gəlib ora çıxarsan deyə indidən kəsmə gəlir. Yox. Demək, balıq qızarır. Bir də bizim fərqimiz bu olmalıdır da. Demək, balıq qızarır. Biz onu, demək, soğanla bir yerdə onu sonradan təzədən gələn qovururuq. Ondan sonra nə ədəbiyyatımız var, ədəbiyyat əlavə olunur. Amma narı mən sıxanda, narı mən gilələmirəm, narı mən sıxıram, narın bütün suyu tökülür onun üstünə və biraz bişib qatılaşır və onu sos kimi ona xüsusi dad verir. Məsələn, mən bunu belə yeyərdim ki, məsələn, içində narın gilələri qalmasın. Amma adam var ki, narı elə giləli sevir. Ümumiyyətlə mən prosta öz fikrimi demək istəyirəm ki, məsələn, mən onu yeyəndə, məsələn, istəmirəm ki, narın giləsi ağzımda olsun. Mən bir şey qeyd eləmək istəyirəm ki, Bəhruz bəy, balığı əllə yemək daha məsləhətdir. Mən onu əllə yeyəcəm. İkincisi, mən soğanı çox qurutmaq yox, öldürməyə üstünlük verərəm. Aha. Bundan başqa içində bir də qırmızı halqa soğan əlavə eləyərəm. Bişmiş şəkildə yoxsa çiğ şəkildə? Çiğ şəkildə. Necə də nar suyunda harca 1 saat gözlədilmiş soğan. Bu gördüyümüz balıq sırdağının qiyməti 20 manatdır. Balıq sırdağı əladır. Əladır. Sadəcə Bəhruz bəylə bir həm fikri sırdağın üstünə nar dənəsindən, narın suyunu sıxmaq. 5 plusla. Yəni daha dad olaraq mükəmməldir. Bir də o olsa daha yaxşı. Bir də mənim xahiş edirəm, fikrimi də nəzərə alın. Qırmızı soğan halqa doğransın, 1 saat nar suyunda qalsın, balığın yanında servis eləyin. Balıq sırdağı necə, hansı təəssüratla? Balıq sırdağı Əslində baxanda biz o degustasiya eləmədik, biz o necə lazımdır yedik. yedik. O Degustasiya deyildi. başqa bir şeydir. Bəli. Açığı, yəni güclü ləzzətin arxasında bir tüketim vardır. Yəni bitməsi var. Bəli. Məcbur xoşuna gəlir, bir də ac olursan, yol gəlmirsən. Bir yeyək dadına baxa və aldığın məlumata görə o balıq yalnız və yalnız dambada filan da deyil. Yəni süni yolundan yetişdirilməyib. Yetişdirilməyib. Bəli. Kürdən tutulur. Kürdən tutulmuş Kür balığı. balıqdır. Dadı Yəni araz balığıdır, kür balığı. Allahdan yəni hədiyyə zat gətirməmiş deyənə balıq. Mənə imkan verməzdim, bir söhbət eləyək. Buyur Bəhruz bəy, bu ikinci balığımızdır, gəldi. Demək belə, mən bayaqki məsələn balığı belə niyə vilkana yazıb sanırsam, məsələn mən bunu böyük Məhəmməd əllə yeyəcəm, elə yeyəcəm ki, sümüyü bütöv qalacaq üstündə. Bax belə. Bəhruz, bu qiymət səni də həyəcanlandırmır? Yoxsa məni həyəcanlandır birinci dəfədir görmüş? Yox, bu demək bizdə bax bütün bu tabaq tam dolmuş şəkildə.
Deməli biz buradan 2 dənə bobla yedik. Düzdür, yemiş götürmüşük, düzdür. Demək, mən sizə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 da. Demək 10 dənə bobla, demək 10 manatdır. 10 manat. 10 manat bütün bu limon, pomidor, acı biber, Hamısı 10 manat. 10 manat çox normaldır məsələn. Baxaq Mən bizim sizə o deyim, birisi də gəlir, o bəhbəhənlə bir çartıltıyla Bəli, yemək 3 gəlir. nəfərlik məsələn çox normal 3 nəfər yeyib doya bilər məsələn. Bugün, yəni bu balıq bu. Götürün məndə birini. Buyurun. Bunu deyir ki, əlimizlə yeyək deyirsə, yeyək. Demək bu var, bu belə kürə tərəfindən bunu götürürük belə. Kürə tərəfindən götürdük. Bu tam rahat, bax belə açılır. Gördünüz? Açılır, bəli. Bəli, bax belə açılır. Sonra bunu fırladıq əks tərəfə. Bu balığın adı nədir? Adı bobladır bunun. Demək şaymayı balıqlarda olur, şaymayı da olur, bobla da olur. Bunun içi belə mi olur? Bəhruz bəy, ciyər içindən. Yox, bunun içərisində demək kürüsü olur ya da nərgizi olur. Bəli, tam elə nərgizi ilə kürüsü bir yerdə. Bax görürsünüz bax belə. Balıq qalır belə. Qalan bütün tərəfləri bunun ətidir. Ətini ayırıb yeyirsən, bu da olur sümüyür. Sən mənə razılaşırsan dadına görə. Dadı əladır. Demək, Sadəcə həqiqətən mən çox acı idim deyə o birisindən çox. mən bir şey də qeyd eləmək istəyirəm ki, ümumiyyətlə bəzən bizim bu heç yerdən də hər yerdə olmur belə imkan ki, məsələn təzə təbinlər olsun, suyun suxusuna və yaxud gələsinə, balığın üstünə. Ümumiyyətlə narla, bir meyvə olaraq narla balığın sindirici çox mükəmməldir. İstənilən formada məsələn bütün restoranlarda, otellərdə hansı ki məsələn təqdim olunur balıq, onun yanında hökmən nar şərab olur, nar şərab. Mən nar şərabını sevmirəm. Mən də xoşlamıram. Mən Balığın tadı çox dəyişir. Balığın orijinal halı nədirsə onu sevirəm. Nar şərab töksən, yəni mən çatmıram. Ümumiyyətlə regionlar özlərində hazırlanan ki, nar sosları olur, hansı ki nar şərab O olur. ayrı. Təbii yolla. O çox mükəmməldir. Eləcə məsələn təbii narı mən bayaq deyən kimi. Bəli. Bişib qutulandan sonra tən yarı bölüb suyunu sıxırıq. Bəli, Güləlləri bəli. qalır. Və yaxud da gülələyirik. Məsələn bax belə nanə qurusunun yanına, bax belə də dadlı olur. Oo, bəh. Yumurta kənd yumurtasıdır. Böyle kənd yumurtası əlbəttə. Yeməyin adı maraqlıdır. Nar Qiyməti numru. 5 manatdır. Aha. Adı isə nar nunu. Nar numru. Numru. Deyirlər ki, qonaq başı aldadan yeməkdir. Eləmi yoxsa? Hədən Yoxsa nar yumru olub nunuru. Numru. Ləfziyə görə mi dəyişir? mən sizə bir şey deyim ki, mən kərə yağında bişir. Kim istəsə məsələn zeytun yağında və bitki yağında bişirə bilər məsəl üçün artıq kalori istəmirlər. Reseptin deyin də. Mən bir şey deyim ki, məsələn bunu normal 2 nəfər demək təxminən bir tavadadır. Demək olar ki, bura 3 soğan vurublar. Təxminən bir dənə bütöv iri narın göyərləri kifayət edir. Yağda qovurulandan sonra duzun üstünə vurursan, sonra 4 dənə qlazok vurublar. Bunu navnumuru necə edirlər? Bunu qlazok olaraq da vurmaq olar. Məsələn bütöv yumurtanı demək qarışdırmadan, amma qarışdırıb da vurmaq olar. Amma əslən adət üzrə məsələn bunu qlazok kimi deyirlər. Məsələn bizdə Bizdə göz yumurtası. Göz yumurtası məsələn deyirlər, belə vururlar. Normaldır, məsələn 2 kişi məsələn normal yeyib doya bilər. Necə fikirləşirsiniz? Muaz bəy. Polnu doyar. Bəli. Əvvəla təşəkkür edirəm. Bu səfər Bəhruzla birgə bu bölgəyə çıxdıq. Yəni mən qonağam, ev sahibi Bəhruzdur. Gələn verişdə neft sağlıq. Və bunu da qeyd etmək istəyirəm ki, Bəhruz bəy bilavasitə sizə Aha. Səlyan rayonunun ümumi rəhbərliyinə Aha. və bu Bakı restoran sahibinə öz təşəkkürüm və personalına, bütün rəhbərliyinə, heyətinə təşəkkürümü Və bildirirəm. nəzər çatdırıram ki, bu restoran Səlyan şəhərinin girişində yerləşir. Yəni çox mehriban, səmimi personalla bir yerdə bizim gələn Səlyan rayonuna gələn və yaxud da Səlyan rayonundan keçən qonaqların xidmətində olacaq. Yeməklər açığı deyim, düzdür, acılıqdan ləzzət ovçusu, ləzzət tatmağa oyana yedik də oyunca. Qiymətlər büdcənizə uyğundur. Həqiqətən də çox uzaq bir məsafədə deyil, 100 kilometr filan məsafədir. İstənilən balığı yemək istəyən elə bura gələ bilər, mükəmməl. Bizim süfrənin sosları haqqında sizə məlumat vermək istəyirəm. Bizim süfrənin yeni sirri, yeməklərinizin və salatların yeni sirri olan bizim süfrə soslardır. Bizim süfrənin əlbəttə mayonezi də var, sosu da var, çili acı soslar da var və ən əsası odur ki, yeni olan şirin çili sosu haqqında danışmaq istəyirəm.
acı ilə şirinin bir arasını, o deyərlər tərəzinin qızıl nöqtəsi, yəni tam ortasını tutaraq bir sos hazırlanmışdır. Bu dadı sizlər üçün bizim süfrə sosları hazırladı. Nurgün Şirkətlər Qrupunun 2005-ci ildən etibarən fəaliyyətə başlayan Bello Məişət Kimyası müəssisəsi qısa zaman ərzində keyfiyyətli məhsulları və geniş çeşidləri ilə ölkə əhalisinin rəğbətini qazanmışdır. Qeyd edim ki, yüksək keyfiyyət, sərfəli qiymət şüarı altında fəaliyyət göstərən müəssisəmizin məhsulları münasib qiymətə əla keyfiyyət əldə etmək istəyənlər üçün ən optimal variantdır. Bello geniş məhsul sırasına malikdir. Yaxın günlərdə müəssisəmiz bazara yenilənmiş Bello 2 qat effekt məhsulunu təqdim edəcəkdir. O yalnız yaratdığı mükəmməl təmizliklə deyil, bakteriya və mikroblardan tam müdafiəni təmin etməklə də istehlakçıları heyran qoyacaqdır. Artıq keyfiyyətli qab yuma vasitələrini baha qiymətə almağa ehtiyac yoxdur. Bu stereotipi Bello 2 qat effekt tam olaraq məhv edəcəkdir. Bizim süfrə, o dad məhsulları və Bello yuyucu vasitələrinin sponsorluğu ilə Ləzzət Ovçusu reklamlardan sonra davam edəcək. Bizim süfrə, o dad məhsulları və Bello yuyucu vasitələrinin sponsorluğu ilə Ləzzət Ovçusu davam edir. Artıq mən Bazar Store'dayam. Bura Sumqayıtdır. Çünki həm büdcəsi mənə uyğundur, həm də bol çeşid var. Bir də xüsusən də burada olan kampaniyalardan mütləq sizdə yararlanmaq üçün gəlin, görün. Girən kimi ilk olaraq meyvə-tərəvəz bölümündən lazım olan ərzaqları alacağıq. İstənilən fəsildə, istənilən ərzaqları burada almaq imkanınız vardır. Burada bol-bol meyvələr, bol-bol tərəvəzlər və göyərtilər vardır. İndi isə vaxt itirmək istəmirəm. Mətbəxdə hər zaman bu aylar limon istifadə edirəm. Buna görə də limon seçdim. Göbələkdə aldıq. Bazar Store'da xüsusi endirimlər var. Bu endirimlərdən də siz də yararlanın. Gördüyünüz kimi süper kartla burada bir alana birə hədiyyə və ya salfetka alsanız birə hədiyyə və ya yuyucu vasitələr hamısı. Eyni zamanda ərzaqlarda da bu keçərlidir. Kəsmik də aldıq. Bugün yeməyimizdə toyuq istifadə edəcəm. Əlbəttə toyuğun bir neçə bölümləri olduğu kimi eyni zamanda bütöv toyuqda istifadə edilir. Yeməklərimizin və şirniyyatlarımızın daha sağlıqlı və daha ləzzətli olması üçün hər zaman mən yağ seçimimə çox diqqət edirəm. Çünki bu can cahana bir dəfə gəlir. Buna görə də sağlıqlı qidaya üz tutmaq məcburiyyətindəyik. Bugün mətbəximdə sarımsaq sosu işlədəcəm. Soyuq havalarda, ümumiyyətlə xəmir yeməklərində ağızdan qoxu gəlmir, həm də kalorisi çox az olan xüsusi soslar, bax bu sarımsaq soslardır. Siz də sarımsaq sosunu xəmir yeməklərin yanında rahat-rahat istifadə edə bilərsiniz. Bugün mətbəximdə makaron hazırlayacağım və istədim ki, hansı makaron seçmişəm sizlərə də deyim. Əlbəttə seçim sizindir, amma sadəcə bu elə seçimdir ki, 3 dənəsi 1 manat 30 qəpiyə. Siz də ala bilərsiniz. Yalnız qiymətlə iş də bitmir. Qiymət olaraq əlbəttə sizlərin büdcəsini düşünmüşdülər. Amma keyfiyyət olaraq tam bir İtalyan üsulunda hazırlanmışdır. Yüksək keyfiyyətdə. Yalnız axtardığınız odat makaronları. Siz də qablarınızı 2 qat gücə malik olan Bello ilə yuyun. Mən bugün Bellonu götürdüm ki, mətbəxdə nə qədər kirli qablarım var, bununla yuyun. Amma bu 2 qat effekt, 2 qat gücə malikdir.
Alışverişimi etdim, kassaya yaxınlaşdım. Əlbəttə mənim bonus kartım var. Bu isə o deməkdir 20 manat alışveriş edərkən 200 bonus üst-üstə gəlir. Sonra bonuslar toplanaraq sizə geri dönür. İndi isə kartımızı verək. Salam xanım. Artıq biz mətbəğimizdəyik. Bəli, sizlər üçün bugün qış ayları olduğu üçün daha doğrusu Özbək mantısı bişirəcək. Özbək mantısı iki növ olur. Ümumiyyətlə, adətən iki növ bişirirlər. Birinci növü, deməli, quzunun ətini, quzu əti çox balaca quzudan hazırlanır və quyruğu ilə birgə incə zırtdan, yəni incə belə xırda-xırda doğranaraq hazırlanır. Bu Özbək mantısıdır. İkinci Özbək mantısı isə yenə quzuətindəndir, amma farş olunmuş halda içərisinə quyruq da vurulur, yağlı olsun. Üçüncüsü bir dənə Özbək mantısı qaragöz boy-boy gəlsin. Özbək mantısı istifadə edəcəm ərzaqlar. Xəmiri üçün 2 stəkan yarım un, 1 stəkan ılıq su, 1 ədəd yumurta, 1 çay qaşığı duz, içi üçün yarım kilo ət, 3 ədəd orta boy soğan, duru yağ, duz, istot və pul biber damaq zövqünüzə uyğun olaraq. İndi isə xəmirimizi yoğuruq. Xəmirimizi yoğurmaq üçün əvvəlcə unumuzu götürdük. Unu bura əlavə edirik. Bir balaca içində saxlayıram. Lazım olar. Sonra isə yumurta götürürəm. 1 ədəd kənd yumurtası. Yumurtanı mütləq əvvəlcədən yumaq lazımdır. Sonra isə bir balaca duz əlavə edirəm. Sonra biraz ılıq su əlavə edirəm. Sonra xəmirimizi yoğurmağa başlayırıq. Mantının xəmirini yaxşı yoğururuq. Mən yoğurunca siz də Özbək mantısına qulaq asa bilərsiniz. Qaragöz boy boy boy, Qaragöz boy boy, Qaragöz boy boy. Xəmirimizi yoğurduq. Xəmirimizi yoğurduqdan sonra böyle bura özünə gəlir və indi isə əti hazırlayırıq. Farşımızı bura əlavə edirik. İçərisinə yağlı quyruq da mütləq əlavə edirik. Bura qoyduq. Sonra isə soğanları xanımlar ət maşından incə çəkə bilərsiniz. Mən yenə blenderə verəcəm, amma sizə ət maşından da mütləq çəkin. Daha incə olmalıdır. Soğanımızı bura əlavə edirik. Duz da əlavə edirik. Sonra istot, pul biber, xanımlar, ərincəklik eləməyin. Nə vaxta qədər qaynanalarınız iş görəcək? Durun, bu quru yeməklərdən uşaqlarınızı yormuşsunuz. Biraz bax belə əmək sevər işlər görməyə çalışın. İndi isə bu hazırdır. Bura bir əl gəzdirirəm. Mətbəğimi bello yuyucu vasitəsilə təmizləyirəm. Sonra xəmiri hazırlayım. Xəmirimizi artıq hazırdır xəmirimiz. Xəmirimizi açırıq. Və hal-hazırda Özbək mantısı hazırlayacağım. Düzdür xanımlar, bəzən sizlərə çətin gəlir xəmir işləri. Hazır, rahat işlərə daha yönlərsiniz. Belə yeməklər hazırlayın. Nə vaxtacan kartof qızart, yumurta qızart, toyuq qızart, ət qızart. Bir də bu qızartma bilirsiniz ki, sağlıq üçün çox da faydalı sayılmaz. Buna görə də siz övladlarınızın qeydinə siz qalmalısınız.
Çünki bizim gələcəyimiz onların əlindədir. Bismillah. Unumuzu bura əlavə etdik. Birazca da mən sizə qeyd etmək istəyirəm ki, birazdan nişasta istifadə edəcəm. Nişasta. Bəzən xanımlar deyir ki, Şef Mübariz, sən istifadə edirsən, biz hardan alaq? Ala bilərsə, bu əslində xəmirin rahat açılmasına köməkli edir. Hətta paxlavanı, türk paxlavalarını açarkən birbaşa undan deyil, nişastadan istifadə edirlər açarkən. Buna deyirlər vərdənə. Birinci olur vərdənə, sonra olur lavaş atsız lavaş. Deməli, xəmirimizi biraz qurudur deyə, bunu xüsusən qeyd etmək istəyirəm. Biraz uzun olub, bunu götürə bilərəm. İçliyi götürürük, əlavə etdik bura. Əlavə etdikdən sonra əvvəlcə görsün. Su qoymuşam bura, aha bax. Bunu suyuna rahat yapışır. Burasını yapışdırdıq, gördünüz mü? Sonra isə bu tərəf biraz da artıb buranı yapışdırdıq. Bu şəkildə çox xəmiri qalın yapışdırmırıq. Sonra isə burasını, barmağınızı bura qoyursunuz. Bu qaydada, bax, bunu, sonra isə bu qaydada. İndi isə bir daha eləyirəm, yaxından izləyin xanımlar. Biraz yağ dəmirə sürtürəm, əslində içinə vurmadım özüm. Gərək yoxdur. Çünki biraz belə olmağı, ətin öz quyruq yağı kifayət edir. Bundan sonra isə, bax, mantılarımızı qulağından götürüb bir-bir qazana suyu az tökülük, qaynayır. Mantılarımızı götürüb yan-yana düzürük. Bax, belə mantılarımızı düzürük. Özbək mantısı. Qapağını qoyduq. Bismillah dedik. Yeməyi biz hazırladıq. Bərəkətini Allah versin inşallah. İndi isə balıq kotletinə keçirik. Amma bu balıq kotleti mükəmməl bir ləzzətə malik kotlet olacaq. Yanında isə sizin axtardığınız o dad ki, o dad makaronları ilə olacaq. O dad makaronların yanında mükəmməl ləzzəti bir arada sintez edib yaxalayan balıq kotletidir. Hansı balıqdır? Telapiya balığı. Telapiya balığı rahatlıqla marketlərdən əldə edə bilərsiniz və rahat-rahat bişirə bilərsiniz. İndi isə vaxt itirmirəm. Buraları bu bişənə qədər mən balıq kotletimin ilk hazırlıqlarına başlayayım. Balıq kotleti, balıq filesi 300 qram, bir baş qırmızı soğan, 2 ədəd yumurta, su xarı, üydülmüş çörək qurusu, yarım dəstə keşniş, duz, istot zövqə görədir. Soğanı doğradıq. Doğradıqdan sonra balıqları gördüyünüz kimi sümükdən tam ayırırıq, sümüyü qalmır. Ortada biz sadəcə ortada onun sümüyü var, onu çıxardırıq. Həm uşaqlar bunu rahat yeyirlər, həm də daha maraqlı bir şey hazırlamış olursunuz. Aha, balığı bura əlavə etdik. Aha, bunu tam hazırladıktan sonra bura əlavə edirik. Bax belə. Soğan, balıq. Aha. Sonra isə bunu kənara qoyduq. Demək, mantı necə olanda tam bilirsiniz ki, bişir. Mantının tam hazır olduğu hardan bilinir? Buxarda bişən. Bunun görəsiniz ki, rəngi
içi bəlli olur və xəmir qabarcıqlarla olubdur. Qabarcıq olduğu bəlli olur. Bura çox yüksək istili olur. 20-25 dəqiqə tamamilə bişir və mantımız bişmişdir. İstəyirəm mantımızı servis edeyim. Bəh. Mükəmməl. Özüm hazırlamışım deyə demirəm. Bunu qeyd etmək istəyirəm ki, bunun yanında olmazsa olmaz var. Əlbəttə sarımsaqla qatıq və ya digərlər kimin. Amma mən bir də bizim süfrə nə edib bilirsinizmi? Da nə edəcək? Bundan artıq neynəməlidir? Götürüb bizim mətbəxdə olan sirlərimizi bütün xalqına bölüşüb. Hər aşpazın bir sirri vardır. Bu isə ona məxsus olan soslardır. Artıq bizim süfrə bizim kimi aşpazların sirrini də qoymadı qalsın. Çünki xanımlar, artıq restoranların xüsusi ləzzətlərini sizlər üçün daşıyıb bizim süfrə. Bizim süfrənin sarımsaq sosu var. Xingəllə və belə xəmir yeməklərinə mükəmməl olur. Təbiidir, görürsünüz, vitaminlərlə zəngindir. Amma kalorisi çox azdır. Yəni xanımlar, rahat-rahat istifadə edə bilərsiniz. Ay, kalorisi ağır olar deyə sizi rahatsız etməsin. Buna biraz sarımsaq sosu da vursaq. Amma indi gəl Özbəy, səndə varmı bizim süfrə bu sosu ki, ləzzətə ləzzət qatasan? Amma bizdə var. İstəsəniz Özbəkistana da göndərik, narahat olmayın. Amma bunun dadına baxmaq istəyirəm. Özbəklər əslində bunu belə əllə yeyirlər. Bax, belə biz. Bellonun geridə qalan illər ərzində formalaşdırdığı müsbət imic, keyfiyyətli məhsulları ilə qazandığı alıcı rəğbəti və yüksək mükafatlar Azərbaycan iqtisadiyyatının yerli istehsal sahəsində aparıcı güclərdən olan düzgün yolda olduğunu nümunəsidir. Təsadüfi deyil ki, Bello 2016-cı ilin ticarət markası seçilmişdir. Bu yüksək mükafat Nurgün Şirkətlər qrupunun çoxminlik kollektivinin zəhmətinə verilən qiymətdir. Əminik ki, müasir texnologiyalara və ictimai rəyə əsaslanaraq alıcılarını yüksək keyfiyyətli məhsullarla təmin edən Bello uzun illər ölkə istehlakçılarını sevindirməkdə davam edəcək. İndi isə balıq kotleti hazırlayırıq. Balıq kotletinə yumurta əlavə edirik. Ümumiyyətlə, yemək bişirərkən çox diqqətli olmaq lazımdır. Çünki burada dadların bir-birini tam bağlaması üçün suxarı yer gəlmişkən əlavə etdim. Üydülmüş çörək, duzun, istotun, pul bibərin. Zövqünüzə görə sarımsaq da vura bilərsiniz. Və bu suyda yanında qarnir olaraq makaron verəcəm. Onun üçün makaron da suyunu qoyuraq, qaynasın. O qaynamaqda olsun. Biz isə bunu hazırlayaq. Bura isə əlavə olaraq keşniş vururuq. Balıq kotletin içərisində keşniş çox dadlı olur. Yəqin ki, bunu mütləq xanımlar bilirlər. Çox incə-incə doğramaq lazımdır ki, uşaqlar çeynəyərkən, bilirsiniz də, keşniş ümumiyyətlə çətin çeynənilir və uşağın da çənəsi zəif olduğu üçün nə olur? Uşaq rahat onu çeynəyib qəbul edə bilmir. Qabımızı dəyişək. Niyə dəyişirəm? Biraz düşündüm ki, bunu yaxşı qata bilmərəm deyə. Bax belə, bu da hazır. İndi isə tavamızı qızdırırıq. Qızğın tavamıza duru yağ əlavə edirəm. Sonra tavamız qızana qədər burada nə edirik? Həmin bu kotletlərimizi bax götürdük. Əlimizə biraz yağ vuraq.
ümumiyyətlə əlimizə yapışmasın. Sonra suxarısını vururuq. Sonra səlqəli yumru, balıq kotleti mən yumru daha xoşuyum. Tava tam qızdıqdan sonra kotletlərimizi tavaya yerləşdiririk. Kotletimizin ağzını örtürük, yaxşı bişsin. Bu arada sizin axtardığınız o dad. Hansı dad? O dad makaronları. Müasir texnologiya ilə yüksək, ləzzətlə, yüksək keyfiyyətlə hazırlanan o dad makaronları artıq sizin marketlərdədir. Alıb istifadə edə bilərsiniz. Həm sizin büdcənizi düşünmüşdülər, həm də damaq dadınızı bütün marketlərdə əldə edə bilərsiniz. Doğrudan da yerli məhsul olaraq yüksək keyfiyyətdə hazırlanmışdır. Bugün istəyirəm ki, sizlər üçün xüsusən də qələm makarondan istifadə edin. Qələm makaronu açıram. Hal-hazırda sizlər üçün penna makarona, rigatti makaron hazırlayacağım. Yəni Azərbaycan dilində qələm makaron deyirlər. Amma İtalyanlar buna penna rigatti deyir. Horreke! Yəni düşünün. İndi isə makaronumuzu açırıq, açdıq. Çox israf etmədən bəh. Bu da qalsın, sonra işlədərəm. İndi isə kotletimizdən nə xəbər var? Buna da baxın. Burada makaronumuz. Özümdən asıl deyil, yəni makaron görəndə İtalyan havasına girəm. Balığımız, hazır. Baxaq görək, nə var, nə yox. Bismillah. Hətta bunun içini kaşar pendiri də eləmək olar. Elə kaşar pendirində mətbəxdə soyduğumuzda var. Bu iki kotletin içini kaşar pendirli eləyəcəm. Makaronumuza biraz duru yağ əlavə edirik bura. Sonra biraz cəfəri əlavə etdim makarona. Pomidor sosu. Əslində buna baxaq görək içi necədir. Sizə də yəqin maraqlıdır. Bu bizim balıq kotletimiz. Ləzzət olsun verilişinə Bello yuyucu vasitələri, bizim süfrə sosları və o dad makaronla sponsor və baxırdınız. İndi isə sağollaşıram. Özünüzdə müğayət olun, Allaha əmanət olun. Büdcəniz uyğun olsun, alıb sizdə bişirib ləzzətləri kəşf edəsiniz. Bizim süfrə, o dad məhsulları və Bello yuyucu vasitələrinin sponsorluğu ilə Ləzzət Ovçusu proqramına baxdınız.